Deməli, 5-ci siniflərin riyazi məntiq suallarının izahı ilə davam edirik. Bundan əvvəlki Riyaziyyat Sənan Vəliyev YouTube kanalında həm riyaziyyat suallarının izahına baxa bilərsiniz, həm də 4-cü sinifdən kimlər ki 4-cü sinif şagirdisisə, həm riyaziyyat, həm də riyazi məntiq suallarının izahına həll eləyə bilərlər. PDF üçün isə 051 595 1091 nömrəsinin WhatsApp-na yaza bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq. 41-ci sualda müəllim lövhəyə belə deyək, rəqəm yazır və bunu 5 şagird silməyə çalışır. Bizə deyir ki, soldan sağa doğru oxunanda ən böyük ədəd yaranır. Bu zaman deməli ən böyük ədəd yaranırsa bu 7 ilə başlamalıdır. Onda bunun əvvəlindəki 4 dənə rəqəm silinir və ən böyük ədəd yaranması üçün də ortadakı 5-i silər bir şagird, alınar 762. Deməli 762 ən böyük mümkün ola bilən ədəddir. Bizə demir hasili 700 ən böyük olsun. Deyir ki, alına bilən ən böyük ədəd. Buna görə bunun da hasili eləyir 84, yəni B variantı. Deyir 6 dost birlikdə kitab almaq istəyir. Nurlanın 45, Nəzrin 20, Səmanın 30, Sevincin 10, Arifin 35, Elayın isə 40 pulu var. Deməli, bizə deyir ki, belə deyək, bu uşaqlar deməli Sevinc ilə Nəzrin birlikdə, Sevincin 20-dir, Sevincin 10-dur, Nəzrin 20 manat pulu var. Cəmi birlikdə 30 manat pulları var və buna 6 kitab düşürsə, deməli bir kitab 5 manatdır. Ümumi bütün hamısının kitabı 45 üstəgəl, 20 üstəgəl, 30 üstəgəl, 10 üstəgəl, 35 üstəgəl 40 eləyir 180 manat. Bir kitab 5 manatdırsa, ümumi hamısının pulunu 36 dənə kitab ala bilərik. Yəni doğru cavab B variantı. 43-cü sualda deyir ki, 12 ədəd muncuğun hamısı abakın 4 çubuğunun hər birinə ən azı bir muncuq olmaqla paylanılır. Deməli, burada 4 dənə yer var və hər birinə ən böyük ədəd yazmalıyıq və mütləq şəkildə deyir ki, rəqəmlər müxtəlif olmalıdır və hər birində ən azı bir muncuq olmalıdır. Ona görə ən axıra 1 yazıram, 2, 3, ən böyük olur 6. Daha sonra 1, 2, 3, 6. Cəmi toplayanda eləyir 7, 5, 5, 7. Bunun da rəqəmləri cəmi eləyir 24, yəni C variantı. 44-cü sualda tərəzi bərabərdir gözləri, yəni A ilə B-nin cəmi 8-dir. A ilə 2-nin cəmi isə B-yə bərabərdir. B-nin yerinə yazacağım A üstəgəl 2-ni, bərabərdir 8-ə. Onda 2A bərabər olur 6-ya, A da bərabər olur 3-ə. Doğru cavab olur B variantı. 45-ci sualda deyir, qatar stansiyasına gələn Səməd Royaldan 5 dəqiqə gecikdi. Deməli, Səməd, Royal, bir də Gülay var. Səməd 5 dəqiqə gecikdi Royala baxanda. Onda Royal x dəqiqəyə gəlibsə, Səməd x üstəgəl 5 dəqiqəyə gəlib. Gülay isə Royala baxanda Royal Gülaydan 8 dəqiqə tez çatıb. Onda Gülay 8 dəqiqə gecikib. İndi bizə deyir, Səməd ilə Gülay arasında neçə dəqiqə fərq var? 3 dəqiqə fərq var, yəni B variantı. Deyir, bir qrupda 4 nəfərdən daha çox insan var, yəni insan sayı 4-dən çoxdur. Deyir ki, və bu qrupdakı hər kəsə bərabər sayda 5-dən daha çox top düşdü. Deməli, topun da sayı 5-dən böyük olmalıdır. Deməli, məsələn, burada 35 deyir, aşağıdakılardan hansı ola bilməz. Məsələn, 35 ola bilər. Çünki 5 vur 7-dir. Məsələn, insan sayı 5 4-dən böyükdür, topun sayı 7. Bu ola bilir. 36 üçün də məsələn 6 və 6, yəni bərabər ola bilərdi. İnsan sayı 6 dənə olar, hər adama da 6 dənə top düşər, düzdür. 42-nin olması üçün də 6 7 ola bilər. Məsələn, insan sayı 6 olar, top sayı 7 olar. 6 4-dən də böyükdür, 7 də 5-dən böyükdür. Bu da ola bilər. Amma bu 38-in olması, məsələn 38 bilirik ki, 2 vur 19-dan yaranır. Əgər 2 dənə insan olsa doğru deyil, 19 dənə insan olsa onda top sayı doğru olmaz. Yəni heç vaxt 38 ədədi ola bilməyəcək. Daha sonra deyir ki, burada 40 sm, yəni 10 bərabər hissəyə bölünürsə, hər bir bu balaca hissə 4-dür. 1, 2, 3, ilk kəsimdə 3 qalır 12. Bu tərəfdə də 1, 2-si qalır 8. 8, 12, ortada da 5, 20. Yəni doğru cavab olur C variantı. Daha sonra deyir, içərisində 1-dən 10-a qədər fərqli sayda konfet olan 10 dənə çanta var və bu 5 uşağa hərəsi 2 çanta düşdü. Arzuya 5 dənə konfet düşdü. Bilala 7 dənə konfet düşdü. Cəlilə 9 konfet, Həsənə 19 konfet düşdü. Deməli, 10 dənə torbanın hər birinə 1-dən 10-a qədər bütün ədədlər sayı qədər, yəni konfet varsa, biz 1-dən 10-a qədər bütün ədədlərin cəmini tapırıq. Bu cəm də eləyəcək 55. Bunlardan 5, 10, deməli 5, 7, 9, 19 istifadə olunub. Yəni, belə deyək də, 40 dənəsi artıq
paylanılıb. Deməli, M-inə də 55-dən 40-ı çıxıram. 15 dənə konfet düşüb. Yəni C variantı. 49 deyir, Murad 5-lik, 10-luq və 25-lik qutuları satılan şarlardan almaq istəyir. Tam olaraq 90 ədəd şar almaq istəyən Murad ən azı neçə qutu almalıdır? Deməli, 25-i vuraram 3-ə. 3 qutu 25-lik şar alar 75. Daha sonra isə 10-luq qutu bir dənə alar 10. Bir dənə də 5-lik qutu alar 5. Deməli, 15, 75 eləyər nə? 90. Deməli, ən azı 5 dənə qutu almalıdır. C variantı. Deyir, şəkildəki fiqur göstərilən xətlərdən qatlanaraq üstü açıq qutu düzəldilir. Qutu açıq forması üst-üstəyə, məsələn, baxın, burada yəni belə deyək də, bu altda B qalar. Bunun bu yan tərəfi üzü yuxarı istiqaməti, məsələn, belə deyək, A olar. C bu hissəni tutar, bu tərəfini. D buranı tutar. Y isə bu hissəni tutar. Onda ən altda üstü açıq bir qutu olar. Yəni, bu belə deyək də, bunun ətrafına hamısı fırlanar. Bu beləsi, bu burada olar, C burada olar, D burada olar, Y də gəlib burada olar. Ən aşağı hissədə B olar, ən alt hissədə. Yəni, B variantı. Sanki düşünün ki, kubun üstü açıqdır da, hədiyyə qutusu. Dördbucaqlı hədiyyə qutusu, üstü açıqdır. Ortada B-dir, ən aşağı hissədə B-dir. Bu tərəfdə D-dır, bu tərəfdə S-dır, burada A-dır, burada da Y-dir. Ən aşağı alt hissədə B olacaq. 51. Xizək yarışında finalda 10 nəfər yarışır. Ziya özünü keçən iştirakçılardan, deməli, Ziya burada dayanıb. Özünü keçən iştirakçıların sayından 3 nəfər daha çoxunu arxada qoyub. Yəni, X nəfər Ziyanı keçibsə, X üstəgəli də elə Ziyadan arxadadır. Onda X üstəgəl 3. Ziyanın özü 1. Bir də X bərabərdir 10 nəfərə. Onda 2X bərabərdir 6X eləyir 3. Deməli, Ziyadan əvvəl 3 nəfər varsa, Ziya da 6 nəfəri keçib. Ziya özü 4-cü yerdədir hal-hazırda. C variantı. 52. Anarın sinifdəki bütün partalar 1 nəfərlikdir. Anarın sinifindəki bütün partalar 1 nəfərlikdir. Və deyir ki, partalar sıralar və cərgələr üzrə düzülüb. Anarın oturduğu partanın, Anar bu partada oturur. Anarın partasının sağında 3 dənədir parta. Solunda isə 2 dənə parta var. Deyir ki, önündə 5 dənə parta var, arxasında da 1 parta var. Deməli, Anarın, belə deyək də, bu xət üzrə 5, 1, 1, 7 dənə parta. Beləsinə isə 1, 2, 3, 4, 5, 6 dənə parta. Ümumi 7 vur 6, 42 dənə stol, yəni parta olmuş olacaq. Yəni, D variantı. Daha sonra bilirik ki, A, B, C, D ədədini biz A, B, C ədədinə böləndə düşür 10 dəfə, yəni A, B, C 0, qalır D. Natamam qismətlə qalığın cəmi eləyir 16, deməli D 6-dır. Yəni C variantı. Daha sonra deyir ki, 54-cü sualdakı bu M-i 7 almaq üçün hansı işarələri izləməliyik? Mən deyərdim, burada D olar. Məsələn, birinci bölmə qoyaram, sonra bura üstə gəlmə, bura vurma, bura isə çıxma qoyaram. Deməli, birinci bölməni həll edərəm. 1, üstə gəlinsin, 3-ü 3-ə vuraram 9, sonra da 3-ü çıxaram. Birin üstünə 9 gələndə 10, ondan da 3 çıxanda 7. Doğru cavab olur D variantı. Daha sonra burada A eləməli idi. Burada da bilirik ki, məsələn, 6 ilə 7-dən söhbət gedir. 6 ilə 3-dən söhbət gedir. Belə deyək, 5, 6, 6, 7, 6, 7 toplayanda eləyir 1333. Deməli, A-nın yerində 3 olar, B-nin yerində 6 olar. A 3-dür, B 6-dır. Bir-birinə vuranda A ilə B-ni eləyər 18. Doğru cavab olar D variantı. 56-cı sualda isə 56-cı sualda biz bunları deyir ki, aşağıdakı xanalarda 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və 20 ədədləri hər bir xanaya müxtəlif ədədlər gələcək şəkildə yerləşdirilir. Bu 4-cü sinifə də düşmüşdür. Sizdə hasili soruşurdu, onlarda cəmi soruşurdu. Deməli, burada sıra necə idi? 2-ni 7-yə vuranda eləyir 14. 14 yazılır bu xanaya, 2 yazılır bura. Sonra 4 vurulsun 3 eləyir də 12. Daha sonra 6 vurulsun 3, 18. Daha sonra 8 vurulsun 2, 16. 10 vurulsun 2, bu da 20. Həqiqətən də bütün cüt ədədləri yazmış oldum. Və beləliklə A oldu 7, B oldu 3, C oldu 3, 2, 2. Bundan da hasili eləyəcək. Deməli, 36 vur 7, 252. Yəni B variantı.
Daha sonra 57-ci sualda deyir ki, bir imtahan nəticəsini qiymətləndirmək üçün 0, 1, 2, 3, 4, 5, 6 bal yazılır. Bizə deyir ki, 6 alanların sayı ən çox neçə ola bilər? Deməli, biri ən çox olması üçün digər 5 dənəsi ən az olmalıdır. Ən az olmalıdır. Bizə də deyir ki, imtahanda iştirak hər bal ən azı bir dəfə istifadə olunur. Məsələn, 0-ı bir nəfər yazıb, düzdür? Və deyir, hər bir balı alan şagirdlərin sayı bir-birindən fərqlidir. Məsələn, bir alan 2-dir, 3-dür, 4-dür, 5-dir, burada 6-dır. Onda bunların cəmi eləyir 10, 15, 20, 21. Deməli, 45 nəfərdən 21-i bu qədər bal alıbsa 4, 24 nəfər də ala bilər ən çox 6 balı. Daha sonra deyir 58-ci tapşırıqdakı 3, 4, 7, 6, 2, 9 ədədlərinin hamısından istifadə edərək 2 rəqəmli 3 natural ədəd düzəldilir. Bu ədədlərin hasili tək ədəddir. Hasil tək ədəd olması üçün bu 3, 7 və 9 ilə bitməlidir. Əvvəlinin önəmi yoxdur, çünki rəqəmlərin cəmini soruşacaq axırda bizdən. Amma bilirik ki, hasildə biz belə deyək də, hasildə həmişə tək ədədləri bir-birinə vuranda tək eləyir. Onda bu olur 43, 67, bu da olur 43, 67, 29. 43-ün üstünə 67, onun da üstünə, deməli 43, 67, 29 eləyir 139. Deməli, doğru cavab olur A variantı. Daha sonra baxaq, deyir, Tahir, Tural və Cəmil eyni gündə dünyaya gəlib. Tahir, Tural və Cəmil eyni gündə. Yəni, bunların yaşları eynidir. X, X, X. Deyir ki, digər dostları Raul isə bunlardan 3 yaş böyükdür. Deyir, bu 4 dostun yaşları cəmi aşağıdakılardan hansı ola bilər? Məsələn, bu 4x üstəgəl 3. Deməli, aşağıdakılardan hansından 3 çıxanda 4-ə bölünən ədəd eləyə bilər? Məsələn, də 27. 27-dən 3 çıxıram, eləyir 24. 24-də 4-ə bölünür. Amma bundan 3 çıxanda 26 eləyir. 3 çıxanda 27, 3 çıxanda 30 eləyir. Doğru cavab olur 27. Sonra deyir ki, sonra 5 növ yeməyi yalnız 2 gözü olan, 2 dənə gözü olan, bir dənə elə bil ki, ocaqda bişirmək istəyir. Yeməklərin bişirmə müddəti 40, 15, 35, 10 və 45 dəqiqədir. Sonra bu yeməkləri hamısını ən tez neçə dəqiqəyə bişirə bilər? Məsələn, tutaq ki, belə deyək də, məsələn, götürər sona 40 dəqiqəlik yeməyi bu ocaqda bişirər. Eyni ilə bu 40 dəqiqəlik yemək bitəndən sonra 35 dəqiqəlik yeməyi də bu ocağa qoyar. Eyni müddətdə 15 dəqiqəlik, 10 və 45 dəqiqəlik yeməyi də digər ocaqda bişirə bilər. Çünki bunun ümumi tutumu 70 dəqiqə eləyir, bunun ümumi tutumu 75 dəqiqə eləyir. Ən tez 75 dəqiqədə bişirə bilər. Ona görə doğru cavab olacaq C variantı. İnşallah bu günlük bu qədər. Kiminsə nəsə bir sualı olsa 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Həm riyaziyyat, həm də riyazi məntiq üzrə lisey qruplarımızla hazırlaşmaq istəyənlər də 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Növbəti dərslər video izahlarımızda görüşənə qədər kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.